Herkese salam. Bugün sizlərə hazırlanması çox asan yemək resepti bölüşürəm. Yemək üçün 1 ədəd soğan, 2 ədəd gök, 3 ədəd kartof və 400 qram əti doğrayırıq. Tavaya duru yağ əlavə edib möhkəm qızdırırıq. Ət suyunu çəkənə qədər qapağı bağlı bişiririk və yüngül qızardırıq. Mən quzu əti istifadə etdim. Siz istəsəniz mal və ya toyuq əti ilə də hazırlaya bilərsiniz. Ardınca üzərinə doğranmış soğanı, kökü, 2 diş sarımsağı və kərə yağını əlavə edib soğan yumşalana qədər qovururuq. Sonra tomat pastasını əlavə edib qarışdırırıq. Kartofu əlavə edib üzərini örtəcək qədər isti su tökürük. Zövqə görə duz, istiot, sarkök və 2 ədəd dəfnə yarpağını əlavə edib qarışdırırıq. Qapağını örtüb bam modda ərzaqlar pişənə qədər qaynadırıq. Ərzaqlar pişdikdən sonra konserv və yaşıl noxudu əlavə edib qarışdırırıq. Ətdə də çox gözəl, dadlı yemək alınır. Hazırlayan hər kəsə xoş olsun.